Bugün də Tolikin verilişində hər hansı bir danışıqda, yanaşmada ifrat bir məqam görsəm, bunu onun üzünə də deyə bilərəm. Sosial şəbəkə hesabımda da paylaşaram. Bakı Postas xəbər verir ki, bu sözləri Astar YouTube layihəsinin qonağı olan tanınmış aparıcı Səidə Bəkir qızı deyib. O, televiziya məkanında baş verən proseslərə münasibətini açıq şəkildə ifadə edib və bəzi aparıcıların efirdəki davranışlarını tənqid edib. Səidə Bəkir qızı bildirib ki, prinsipial mövqeyi ilə seçilir və gördüyü yanlışlara susmağı özünə yaraşdırmır. Əgər hansısa verilişdə, xüsusilə də Tolikin aparıcılıq etdiyi proqramda həddindən artıq ifrat yanaşma görsəm, bunu gizlətmərəm. Lazım gələrsə birbaşa özünə də deyərəm. Eyni zamanda sosial şəbəkə hesabımda da fikrimi açıq şəkildə paylaşaram. Aparıcı əlavə edib ki, bu mövqeyini Tolikin özünə də dəfələrlə çatdırıb. Bəli, mən bunu onun özünə də demişəm. Mən prodüser Toliki televiziya aparıcısı kimi qəbul etmirəm. Ola bilər ki, sabah mən efirdə olmayım, amma Tolik 10 ildən sonra da veriliş aparar. Buna baxmayaraq, mənim üçün o aparıcı deyil. Səidə Bəkir qızının bu açıqlamaları sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olub, onun televiziya aparıcılığı ilə bağlı səsləndirdiyi sərt fikirlərin qarşı tərəf tərəfindən necə qarşılanacağı isə maraq doğurur.